Prezident İlham Əliyev bununla bağlı informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanunda dəyişikliyi təsdiqləyib. Belə ki, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq və normalarına və milli mənəvi dəyərlərinə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib. Allah haqqı sevinin, övladlarınız var, uşaqlarınız var, ailəniz var. Sevinin. Bəstirin, qiniloyluq elədiniz ki, ölkədə bu qədər problem var zaten. Problem değil bu, ay axmaq. Bu problem değil, ay tupoy. Problem değil bu. Sənin milli mənəvi dəyərləri tapdalanır. Sənin övladının əxlaqına təsir göstərir bu cəmiyyətdə olan bu problemlər. Televiziya, milli televiziyamızın vəziyyəti ümumiyyətlə efirlərdən görürük. Bədənini orasını burasını açıb gəliblər, elə bil vitrinə çıxırlar. Bu problem değil, bunu problem kimi görmürsünüz. Mən bundan danışıram, girir hansısa qatıq altında mənə yazır ki, bu hamısı dövlət, bu başqa deyə problemimizdir. Ay kişi, başqa problemdir, sən başqasından danış. Mənim sahəm budur. İncəsənət mədəniyyət sahəsi. Mən bundan danışıram. Mən maksimum danışacağım şey xidmət sektorlarıdır. O da ki, onun haqqında danışmağa mənim haqqım və hüququm çatır. İndi yəni görüm o televiziya sahiblərini, özəl radio, nə bilim televiziya şirkətlərinin rəhbərlərini, indi görüm sizi. Qərarı görüm siz necə hünəriniz çatacaq çiynəməyə, o efirə o əxlaqsızları, bədəninin orasını burasını şişirdib, kliplərini arxadan başlayanları, öz izləyicilərinə ilk arxası ilə salam verənləri. Görüm yenə də çağıracaqsınız öz efirlərinizə, o əxlaqsızlığı, o biabırçılığı öz kanallarınızdan, öz efirlərinizdən yenə də bizim evlərimizə soxacaqsınız, yoxsa yox. Yəni çox ümid edirəm ki, həqiqətən də bu qərar, bu qanun, bu qayda sərt şəkildə tətbiq olunsun. Bütün milli mənəvi dəyərlərimizi, milli kimliyimizi, əxlaqımızı, nə bilim də, hər şeyi məhv ediblər. Müğənnilik adı ilə, nə bilim, 3 dənə sənət yolunda addım atmayan bütün kafe müğənnilərini, müğənni də demək olmaz, yığıblar efirə, gedin baxın, ATV, ARB, Xəzər, kimdir bunlar? Allah and olsun, televizora baxırsan, heç adım bilmirəm kimdir, baxırsan ki, özünün elə danışır ki, o mənim haqqımda heç danışa da bilməz, mən sənətkaram, Allah haqqı, mən 25 ildir, 30 ildir bu işin içindəyəm, incəsənətin içindəyəm, mən o adamın adını bilmirəm də kimdir. Sənətkaram mən, nə bilim, kiminsə həcisi pul xərcləyir. İndi çıxın görüm, duxuvuz satacaq danışmağa onları. Nə bilim, mənim sponsorum və yaxud mənim uşağımın atası filan kəsdir. Ərim mənə xəyanət elədi, getdim elədim, yaxşı elədim. Görüm sizin indi hünəriniz çatacaq onları danışmağa. Mədəniyyət və incəsənət sahəsi, mən buna o qədər sevinirəm ki, bu qərara. Yəni o qədər sevinirəm ki, mənim də yəni zamanında TikTokda zətdə nə bilim də söyüşdü ifadələrim olub. Amma mən heç kimlə canlı yayıma girməmişəm də, yəni belə deyim, kimləsə oyun aparım, orada əxlaqsızlıq eləyim, canlı yayım eləyim. Mənim yəni digər verilişlərimdə olub söhbətlər, yəni oradan danışmışam nəsə, oradan götürülüb kimsə paylaşıb TikTokda falan olub. İndi də yəni mənim öz kanallarımda mənim bir dənə də söyüşlü videom yoxdur, zaten heç bu qərara qədər qorxub bağlamamışam da, yəni özüm özlüyümdə yəni demişəm ki, yaxşı deyil. Söyüş olan şeyləri ümumiyyətlə yığışdırmışam. Mən demirəm, söyürəm. Amma yəni baxır harda, baxır necə, baxır nədir məsələ. Görüm o əxlaqsızlığı təbliğ eləyənlər, o psixoloq adı ilə çıxıb cinsəl münasibətləri açıq şəkildə çılpaqlığı ilə öyrədircəsinə danışan insanlar. İndi görək sizi. Bu 3-4 dənə lazım olmayan TikTokerə elə bir dənə vəziyyətə gətirib çıxardıblar ki, adamlar yayım aça bilmirlər. Başa düşdü, adamlar yayım aça bilmirlər, zor da eləyiblər, ləzzət eləyir mənə. Qış elə belə. Çünki o bayaq baxıram
Yəni indi burada çıxacaq qabağımıza, baxacağıq da. Bayaq baxıram o Kozat danışır ki, biz heç kimə nə eləmişik ki, biz oturmuşuq burada. Nə edəcəksiniz siz daha? Sizin orada çıxartdığınız adamlar sizinlə, sən oturmuşsan, tək otur yayımı apar. Tək otur yayımı apar, qaqaş. Sən bilmirsən orada çıxartdığın adamlar, səninlə o dördlü, üçlü oynayanlar kimlərdir, bilmirsən? Çox yaxşı da bilirsən. Sən çox yaxşı da bilirsən ki, onlara görə də baxırlar, onlara görə də ağzının suyu ayağına axanlar gəlir, baxır. Nətər oldu? Bugün əxlaqlı oldunuz siz hamınız. Bugün abırlı oldunuz. Gördünüz ki, cəmaət üstünüzə qalxır. Cəmaət sizə etiraz edir artıq. Televiziya sizdən danışır. Digər blogerlər sizdən danışır. Nə oldu? Risk əxlaq gəldi, yadınıza düşdü. Söyüşünüzün biri bir qəpikdən ağzınıza gələni danışmısınız. Nə bilim, özüm bilərəm, verərəm, vermərəm, nə bilim, alaram, almaram. Bildiniz də nələr demək istəyirəm. Bunları siz idiniz də danışanlar. Uşağın balaca qız uşağı yanında oynaya ağzına gələn söyüşləri söyən sən idin də. Yəni adımı çəkmirəm, bilirsən kimdən gedir söhbət. İç geyimlərində paltar reklam eləyirlər. Paltar, nə bilim, bu gecə geyimi zat. İndi görüm hünərvi çatır eləyin o reklamları. And ola Allaha demişəm, biri hansı qabağıma çıxdı ifşalayacağam. 1000 dənə gənc əziyyət çəkir, başa düşürsünüz? Milli mənəvi dəyərlərimizi tapdalamasınlar deyə, əzməsinlər deyə. Siz necə gəncsiniz, siz necə Azərbaycanlısınız ki, mənə çatmır. Siz fikirləşmirsiniz ki, siz bizim milli dəyərlərimizi, kimliyimizi məhv edirsiniz. Sən atan, anan, xalan, baban, bibin, yəni elə danışıb, evdə uşaq olanda, yanında zırtda, başa düşürsünüz nə demək istəyirəm. Elə aparıblar özlərini. Baboş çıxıb şeydə, Səidə Bəkir qızına deyir ki, bu qadın məndən nə istəyir, mən neynəmişəm sənə. Səidə xanım yeri gəlsə necə lazımdır onun haqqında danışıb, necə lazımdır da belə sözünü də deyib də. Çıxır ki, mən neynəmişəm, sən daha neynəyəcəksən daha? Köhnə videoların hamısı TikTokda var da, bu gündən mənim qabağıma da çıxıb. Mən Azərbaycan xalqının, Azərbaycanın milli mənəvi dəyərləri, mədəniyyəti, milli kimliyimizin qorunması mənim üçün önəmlidir. Və bu insanlar bunu məhv eləyəndə, məhv aparanda, istər bu televiziya olsun, radio olsun, fərqi yoxdur, istər bu TikTok olsun, nə bilim bizim yayımçılar olsun, blogerlər olsun, kim olur olsun, bunu tapdaladığını görəndə mənim başıma elə bir istirus tökülür. Çünki mənim evimdə övladım var. Mən övladıma, mən necə daxilimdə, anamın daxilində, yoldaşımın daxilində, nə bilim də, nəslimdən olan digər sizlərin ailələrinin, böyüklərinin daxilində necə qeyrət, namus, əxlaq, vicdan, o alov yanıb. Mən istəyirəm ki, bundan sonra da Azərbaycan gəncliyinin içində o alov yansın. Bunlar bizə nə öyrədir? Əxlaqsızlıq, abırsızlıq, həyasızlıq, özünə hörmət eləməmə və uşaqlar da bunlara baxır. Söhbət o deyil, uşaqların əlinə telefon vermə. Artıq o keçib, hamının əlində telefon var. Uşaqlar da bunlara baxır ki, bu insanlar belə gic-gic hərəkət eləməklə, mənəviyyatı, nə bilim də, mədəniyyəti alçaltmaqla, tapdalamaqla zor yaşayırlar. Və uşaqlar fikirləşir ki, yəqin belə olmalıdır, belə eləyəndə yaxşı olur. Baxır ki, ata eşşək kimi əziyyət çəkir, işləyir, nə bilim, filan şey eləyir, səhər gedir, axşam gəlir. Amma 3 dənə hansısa özünü bilməyən oturub TikTokda yarım saat, 1 saat yayım açır, ağzına gələni danışır. Dilimizi daha milyon dəfə zorluyur. Mədəniyyətimizi, mənəviyyatımızı korluyur. Milli kimliyimizi ayaqlar altına alır, rəftarları ilə, danışıqları ilə. Uşaq baxır ki, mənim atam eşşək kimi əziyyət çəkir. Bunun yarım saatda, 1 saatda buna gələn hədiyyənin pulunu heç qazanmır ayda. Olar, mən də elə belə eləyim də. Bax, siz eləyirsiniz bunu. Bu dünyada belədir, dünya hamısı belədir. Bu günlərim, nə bilim, belə əylənirlər, neynirlər. Biz də elə olmalıyıq. Dünya 1000 dənə şey eləyəcək. Biz də elə eləməliyik. Nə bilim, yəni yamaqsınız siz. Bu nə düşüncədir? Dünya belə, dünya belə. Yəni özünüzü ona buna yamaq bilirsinizsə, siz yamaqsınız. Kim gördü o tip videolar? Amma təzə də indi köhnə yoxdurub, yəni kimsə indi bəlkə bu gün söymür, bu gün nəsə eləmir. Köhnələrdən yox. Təzə kim gördü göndərin mənə. Vallahi yəni belə də zor oldu. Yəni mənə bilirsiniz ki, mən bir balaca hip-hop mədəniyyəti falan, mənim də ağzımda söyüş var. Ondan sonra yayımlarda, TikTokda falan hardasa görsələr, mən bunun qarşısında cavab verməyə hazıram. Yəni yenə deyirəm, mən bəlkə də mənim də ağzımdan çıxacaq nə vaxtsa.
cavab verəcəm, eləsəm, o səhvə görə cavab verəcəm. Okey. İfadə azadlığı, zat bundan başlayacaqlar danışmağa. Ənəmi ifadə. Qardaş bizə lazımdır, bizə düşmür. Gördünüz nə oldu? Gəncliyimizin, bizim cəmiyyətin o üz qaraları. Azadlığı fahişəliyi ilə həmişə səhv salıblar. Azad ifadəni söyüşlə, ağzına gələn danışmaqla, nə bilim də, biabırçı ifadələrlə səhv salıblar. Bizdə azadlıq sözü yaramır. Yaramır. Bəzi məqamlar var ki, burada qurunun oduna yaş dayanır. Biz də burada çörək baxmaya gedirik. Aynə oturub o blogerlər zətdə quruza gediblər. Abi çörək pulumuz nə olacaq? Gedin işləyin, əziyyətə verin özünüzü və yaxud normal media adamısın, normal başqa bir şey tapın. Elədiyiniz şey bir köpüklü şey deyil. And ol Allah, bir köpüklü şey deyil.